Allah verdi Yolçiyev, bizim güzel aktyorumuz. Yine siz de gördünüz, hörmətli izləyicilərimiz. Vəziyyəti pisləşdi canlı yayımda, studiyada. Başın masanın üzərinə qoydu. Ona su gətirdilər, digər yardımlar etdilər. Niyə görə? Bax, Allah verdi Yolçiyev xəstədir neçə illərdir. Mən düşünürəm, ona görə sənət yoldaşları məhz o gün canlı yayımda elə belə deyim, Yolçiyevin, Allah verdi Yolçiyevin halı pisləşdiyi kimi digər sənət yoldaşlarının da məhz bu kişiyə görə vəziyyətləri pisləşərmi? Nə bilim, başlarını masaya qoyarlarmı? Kənardan yardım onlara gələrmi? Mən düşünmürəm. Amma bu kişi canlı yayımda eşitdi ki, Azərbaycan Respublikasının əməkdar artisti Cabir İmanov dünyasını dəyişib, həmən vəziyyəti döndü. Əslində Allah verdi müəllimin, Allah verdi Yolçiyevin səhhətində problem var və bir neçə dəfə əməliyyat olunub. Təbii ki, deyirlər, ölənin dalınca danışmazlar. Mənim üçün maraqlıdır. Əgər Allah eləməsin, Cabir İmanov eşitsəydi, Allah verdi Yolçiyev dünyasını dəyişib və Cabir İmanov da həmin an canlı yayımda olsaydı, məhz bu kişinin düşdüyü hallara düşə bilərdimi? İnanmıram. Bu kişi çox təəssübkeşdir. Bu kişi, bilirsiniz, bunun canında, qanında, damarlarında təəssübkeşlik yaxır, bir kövrəklik var, bir duyğusallıq var. O, bu xəbərə dözə bilmir və canlı yayımda məhz vəziyyəti kritik olub, pisləşib. Ay, Allah verdi müəllim. İnsanlar paranın içində üzür. Biz isə onlara görə ağlayırıq. Dəyməz. Məndən bu qədər. Məhz Sara Səfura Bahadurdan.